Prezident İlham Əliyevin sərəncamı ilə Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov tutduğu vəzifədən azad edilib. Bununla da son 2 gündə vəzifədən azad olunan icra başçılarının sayı 3-ə çatıb. Bundan əvvəl Cəbrayıl rayon icra başçısı Mahmud Quliyev və Laçın rayonunun icra başçısı Akif Səlimov işdə yol verdikləri nöqsanlara dövlət başçısının etimadını doğrultmadığına görə işdən azad olunmuşdu. Adı çəkilən keçmiş icra başçıları ilə bağlı son vaxtlar mətbuatda negativ məzmunlu xəbərlər yer alırdı. Məsələn, bir müddət əvvəl salyanlılara xidmət etməli olan Tahir Kərimovun bu fotosu sosial şəbəkələrdə kəskin tənqid atəşinə tutuldu. Belə ki, 2011-ci ildə bu vəzifəyə təyin olunan Tahir Kərimovun xalqa xidmət etmək əvəzinə özünü rayonun ağası kimi aparması haqda söz-söhbətlər Salyanın hüdudlarını çoxdan aşmışdı. Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyev isə bu ilin yanvar ayında Biləsuvar rayonunda məskunlaşan Cəbrayıllı məcburi köçkünləri təhqir etməsi ilə gündəmə gəldi. O, toplaşaraq şikayətlərini bildirmək istəyən insanları aşağılamış və təhqir etmişdi. Sabiq icra başçısının sonradan bu məsələ ilə bağlı verdiyi açıqlama, üzr isə necə deyərlər qəbahətindən böyük oldu. Bu söyüşləri öz qohumlarıma demişəm, qohumlarımdır, ərk etmişəm. Mahmud Quliyev işdən çıxarılmasına isə bu cür münasibət bildirib. Prezident etimad göstərdi, vəzifəyə qoydu. 16 il işləmişəm. Prezidentə minnətdaram. İndi də işimdə nöqsanlar olduğu üçün dövlət başçısı vəzifəmdən çıxarılmağımla bağlı qərar verib. Çox düzgün qərardır. Mən özüm də çıxmaq istəyirdim. Onun bu qərarından razıyam. Laçının eks-icra başçısı Akif Səlimovun da barəsində mətbuatda dəfələrlə şikayətlər dərc olunub. Sabiq icra başçısı isə şikayətləri araşdırmaq və tədbir görmək əvəzinə məlumatı yayan mətbuat nümayəndələrinə pul təklif etməkdən çəkinməyib. Görünür, indiyədək mətbuatda iddia kimi səslənən bu fikirlər ciddi şəkildə araşdırılıb və təsdiqini tapdığı üçün ən yüksək səviyyədə tədbir görülüb. Buna qədər isə Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkədə heç kəs toxunulmaz deyil. Əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaqlar. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var insanlara xidmət etmək.